Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu və səlləm alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi ecmaîn. Əmmə ba'd. Biz Salihlərin Baxsası kitabında 33-cü bölümü davam edirik. Müəllif rahimehullah Səhl ibn Sa'd radiyallahu anhudan gələn hədisdə onu nəql eləmişdi. Səhl ibn Sa'd deyir ki, radiyallahu anhu, Allahın Resulü sallallahu aleyhi və səlləm demişdir. Mən və yetimi kəfil olan cənnətdə belədir. Şəhadət barmağınla orta barmağını bitişdirib sonra belə ayırır. Onlar belə bu formada tutur. Deyir, onlarla yetimə kəfil olanla mən cənnətdə beləyəm. Yəni bu qədər məsafədə. Başqa bir hədisdə gəlir ki, Əbu Hüreyrə radiyallahu anhudan demişdi ki, Allahın Resulü sallallahu aleyhi ve sellem demişdir. Kəfilə yetim olan İstər onun yetimi olsun, istərsə başqasının yetimi olsun. İstər qohumu olsun, qohumundan, istərsə başqasının yetimi olsun. Olan mən və o cənnətdə kəhəteyn. Yəni kəhəteyn Ənəs deyir ki, şəhadət barmağından orta barmağı belə tutur və beləncə işarə edir ki, bu ikisi kimik. Yəni bunlar da bir-birinə yanaşıdır. Bu ikisi kimik. Bunu da Müslim rivayet eləmişdir. Və başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, burada qoy bir dənə o qabaqçı hədisdəkini deyir, onun yetimi və yaxud ondan başqasının yetimi dedikdə, onun qohumu qəsd olunur, onun yetimi dedikdə. Qohum kimlərdir? Məsələn, uşağın anası, uşağın babası, uşağın qardaşı və bunlardan başqa olan qohumlar. Subhanallah. Çünki yetim anadan yox, atadan olur. Başqa bir hədisdə, Əbu Hüreyrədən gələn hədisdə demişdi ki, Allahın Resulü sallallahu aleyhi ve sellem deyir ki, Leysəl miskinu ləzi tərudduhu təmratu və təmratən. Miskin o kəs deyil ki, bir və yaxud da iki xurmanı götürmür. Və yaxud da bir lokmanı və yaxud da iki lokmanı götürmür. Lakin miskin o kəsdir ki, ehtiyacını ödəyəcək bir şey tapır. Ehtiyacını ödəyəcək bir şey tapır. Və onu çalışır da əldə eləmək, amma əldə eləyə bilmir. Buna sədəqə verilir. Miskin o kəsdir. Və la yaqumu feyes'alun nas. Yəni durub insanlardan deşini istəmir. Yəni bu insan çalışır. Çalışır və bütün cəhdini boyuna düşən vaciblər var da, onları yerinə yetirməlidir. Öz ailəsi üçün vacib olaraq etirə bilmir. Yəni qazanır, deyək ki, məsəl üçün də bir ayda 1000 manat xərcləməlidir. Bu insan vacib olaraq rasxodu, ehtiyaclı olan şey 1000 manatdır. Bu insan 700 manat qazanır, 600 manat qazanır, 500 manat qazanır, məsəl üçün də. Qalan isə ehtiyacı çatmır. Və insanlardan deşin istəmir. Buna sədəqə verilir. Budur miskin. Müəllif rahimehullah Sa'd ibn Əbi Vaqqazdan gələn hədisi nəql eləmişdi ki, Peyğəmbər sallallahu əleyhi və səlləm demişdi ki, mən və yetimə kəfil olan belədir, orta barmaqla şəhadət barmağının orta barmağı bir-birinə yanında tutaraq bunu demişdir. Nəyə görə buradakı şəhadət barmağı dedikdə əslində ərəblərdə onun adı səbbəbədir. Səbbəbə yəni insan birini söyəndə barmağını ona belə edir formada. Yəni bu şəhadət dediyimiz barmağı, onun adı əsl olaraq ərəblərdə səbbəbədir. Yəni birini söymək istəyəndə barmağını ona bu formada uzadır yəni. Yaxşı. Həmçində səbbəhə deyilir ona. Bu barmağa səbbəhə də deyilir. Həqiqətən insan o barmağı ilə təsbih edir. Bu barmağı nə deyir? Təsbih edir. Lihəzə yuşirul insan bihə fi salatihi. Çünki insan namazında nə edir? İki səcdə arasında oturduqda bu barmağı belə tutur. Yəni təsbih edir, zikr edir, dua edir. Məsələn, iki səcdə arasında oturanda Rəbbəxfirli vərhamni məsələn bunu deyəndə şəhadət barmağını qaldırmalısan mı yoxsa yox? Bunda ixtilaf var da bilirsiniz. Hətta iki səcdə arasında belə oturanda. Yəni orada nə edir insan? Barmağını qaldırır, məsələn dua edir. Allahümme əxfirli vərhamni və varid olan duadır. Hər səfər dua etdikdə barmağını qaldırır. Çünki və bunu işarə edir.
Çünki Allah Subhanahu taala deyir, nədir? Göydədir. Məsələn, biri şahadət gətirəndə də barmağını yuxarı tutub Peyğəmbər sallallahu əleyhi və səlləm minbərdə edərdi bunu. Çünki Allah Subhanahu taala göydədir. Həmçinin öz təşəhhüdündə də Əssalamu aləykə əyyuhən nəbi. Sənə salam olsun ey nəbi. Əssalamu aleynə. Yəni bizə də salam olsun. Necə ki təşəhhüddə bunu deyirsiniz. Allahumma salli alə Muhammed. Burada da barmağı nədir? Bu formada durur və buna oxşar. Allahumma bərik alə Muhammed. Buna oxşar dualar etdikdə də. Bütün hallarda duada işarə edir. Allah Subhanahu taala təhləşdirir və onun ucada olduğunu işarə edir. Və Peyğəmbər sallallahu əleyhi və səlləm barmaqlarını gətirib bir-birinə belə aralayır. Deyir, mən belə yetimə kəfil olan cənnətdə belə yaxınıq bu formada. Və həvəsləndirir ki, yetimə kəfil olmağa həvəsləndirir. Yetimə kəfil olmaq onu dini və dünya işlərində ona kömək eləməkdə durmaq deməkdir. Həm dünyavi, həm dini işlərində ona yardım etsən, yanında durursan. Nə ki dini məsələn tərbiyə olaraq təlimi, yönətmə buna oxşar. Həmçində dünya yemək, içmək, məskən bu şeylərlə təmin eləməkdir. Yetim həddi buluğa çatana kimi yetimdir. Həddi buluq qutaran kimi yetimlik də qalxır. Yəni həddi buluqda kimi bu insan yetimdir. Atası yetim də kim idi? Atası ölən kəs idi. Amma anası ölən kəs yetim sayılmır. Anası olan kəs yetim sayılmır. Həmçinin hədisdə, hansı ki ondan sonra gələn hədisdə kim ki yetimin işinə yerinə yetirir, onu islah edir, onun savabına həvəsləndirmə var idi. Həmçinin üçüncü gələn hədisdə biz burada ki 3 hədis oxuduq. Üçüncü gələn hədisdə də Rasulullah sallallahu əleyhi və səlləm deyir ki, miskin bir xurmanı və iki yaxud da iki xurmanı, bir lokmanı və ya iki lokmanı qaytaran deyil. Miskin insanlardan heç nə istəməyəndir. Yəni ki, ehtiyacını ödəyə bilmir, amma insanlardan da heç nə istəmir. Yəni ona bir lokma və ya iki lokma və ya bir xurma, iki xurma verdikdə onu rədd edən kəs deyil. Əksinə miskin həqiqətdə o insanlardan heç nə istəmir. Allah Subhanahu taala o kəsin barəsində də deyir ki: "Yahsabuhumul cahilu aghniya min at-ta'affuf." Cahil elə hesab edir ki, yəni onun halını bilməyən insan, cahillikdə bilmir ki, bunun halını elə hesab edir ki, varlıdır. Varlılardandır. Niyə? Bir insan həqiqətən heç kimdən heç nə istəməyəndə qıraqdan o insan varlı görsənir. Həqiqi varlıq da qəlbi olan varlıqda yəni. Yəni bu həqiqi miskindir, istəmədən ona verilir. İstəmədən ona verilir. Necə ki, belə bir söz var ümumi insanların içində. Affun kəffun. Affun kəffun, yəni biri özünü iffətdə aparır, yəni insanlardan heç nə istəmir. Amma mə yudra anhu, onun barəsində heç nə bilinmir. Amma o miskindir həqiqətdə. Əlləzi yənbəği lil-insan təfquduhu və islahu halihi və nəhvu aleyhi vəl-atf aleyhi vəl-hanvu aleyhi vəl-atf aleyhi. Yəni bu kəs lazımdır ki, insanlara ki, belənci insanları axtarsın. Yəni bu insan heç kimdən istəmir, affun və kəffun. Yəni və istəmədiyi üçün insanlar da elə bilir ki, bunun hər şeyi var, o yazıq da ehtiyaclı halda qalır. Amma insanlara lazımdır ki, belənci insanları axtarsın, onların məsləhətində dursun, onlara atf etsin, yəni can yandırsın onlara. Və fi hədə, burada nəyə işarə vardır? Ənəhu yənbəği lil-miskin ən yəsbirə və yəntəzirəl fərəcə min Allah. Miskinə lazım olan odur ki, səbir eləsin, Allahdan bir çıxış yolu gözləsin. Yəni insanlara əl açıq deməsin, əl açmasın ki, insanlar da ona versinlər və ya da mane olsunlar. Həqiqətən insanlar elədir. Yəni insan əl aça bilər, istəyə bilər. Ya verəcəklər, ya da mane olacaqlar. Yəni buna görə də miskin olan kəs nə etməlidir? Səbirli olmalıdır ki, səbrinlə də yanaşı təbii səbəbləri götürərək Allahdan çıxış yolunu gözləməlidir. Həqiqətən insan qəlbini yaradılmışa bağlasa,
ona buraxılar, etimad olur ona. Yəni bir insan qəlbini yaradılmışa bağlasa, buraxılar ona etimad edər. Necə ki hədisdə gəlmişdi. Mən təalləqə şeyən vukilə ileyhi. Kim bir şeyə bağlanırsa, ona etimad edər. Buraxılar onun halına. Euzubillah yəni. Və izə vukilət iləl xalq, əgər insan, izə vukildə iləl xalq, əgər sən yaradılmışa arxinləşsən, yaradanı unudacaqsan. Əksinə sən bütün işin hamısını Allah həvalə elə. Ümidini də, qorxunu da, təvəkkülünü də, etimadını da hamısını Allaha bağla. O sənə kifayətdir. Və men yetəvəkkəl alallah fəhuve hasbuh. İnnallaha bəliğ əmri. Kim Allaha təvəkkül eləsə, o ona kifayətdir. Həqiqətən Allah Subhanahu taala öz işini nədir? Yerinə yetirəndir. Kullu ma əmər Allah azza və cəllə fəhuve bəliğuk. Yəni sənə əmr olunan hər bir şey sənə çatacaqdır. Bir şeydən mane olmayacaq sənə. Bir şeydən mane ola bilməz. Bir şeydən rədd edə bilməz. Sənə gələn gələcəkdir. Bunu yadda saxla yine. Miskin vacibdir ki, səbr eləsin. Vacibdir ki, insanlardan istəməkdən imtina eləsin. Yalnız zaruri, şiddətli zaruri hal olarsa da başqa istisnadır. Şiddətli zaruriyyət başqadır. Məsəl üçün birinin ölüsü düşür. İmkan yoxdur. Məsəl üçün onu ölünü yerdən qaldırmağa zəruri bir haldır, ehtiyac var. Və yaxud da ki, əmmə qablə zəlikə mədəmət yumkinuhu ən yetəaffəf və ləv ən yəkulə kəsrə min xubz əv şəqqat min tamrin fələ yəsə. Amma bundan öncə, məsəl üçün, insan bacarırsa da yetəaffəf, heç kimdən heç nə istəməmək istəsin. Məsəl üçün, çörək qırıqları olsa da belə yesin. Xurmanın yarısı olsa da belə yesin. Heç kimdən heç nə istəməsin. Bir insan insanlardan davam etdi, əgər nəsə istəyərsə də, sonra yenə istəyərsə də, qiyamət günü özünün əti tökülmüş halda gələcəkdir. Euzubillah. Yəni davam etdi insanlardan nəsə istəmək, üzünün ətinin tökülmüş halda olur. Ona görə insan lazımdır ki, bu şeydən ehtiyatlı olsun. O bəzi kəslər vardır ki, hansı ki dayanmadan insanlardan nəsə istəyirlər. Yəni hətta ehtiyacları olmayanda belə istəyirlər. Hətta varlı hallarında belə istəyirlər. Euzubillah. Yəni öləndə görürsən ki, üzünə nə qədər milyonları çıxdı. Falan deyirlər, falankət deyiləncidir. Hardasa tutmuşlar bir dəfə. Öləndə də, həm də diri-diri də. Tutanda gedib axtarış edib, baxılan neçə milyon pulu var buna. Neçə illər, amma gəldi deyirlər. Euzubillah. Yaxşı. Bəzilərində qızıl, gümüş, nə bilim, keçmiş qədim dirhamlardan, kağız olanlardan var. Buna yəni görürsən ki, yenə də insanlardan istəyirlər. Xəstələnirlər də onlar, Allah uzaq eləsin. Yəni sən bunları görsən, bu imkanlı, bu formada olan insanları görsən, elə bilərsən ki, özlərini yapan ən fəqir insanlardır yəni. Sonra öz istəklərinlə, öz suallı dilənçiliklərinlə belə deyək, insanlara əziyyət verirlər. Yəni bir insana da, xüsusən də bir insandan gəlib, əgər bir insan davamiyyətdə nəsə istəyəndə, yəni o insana vacib deyil də ona nəsə xərcləsin. Vacib olan kəsədən danışmıram. Qıraqdan, onun üzərində vacib olmayan. Gəlib istəyəndə o insan bezir. Yəni bu nə qədər gəlir ha bu. Görəndə özünü çöndərir. İnsanlardan istəyir, yəni və hum leysə indəhum şey. Yəni insanların yanında qiyməti, dəyəri də yoxdur həmin kəsin. Euzubillah. Lakin yuriduna an yec'alu buyutahum ka buyutul aghniya. Kasıbdır ki, o qədər insanlardan istəyir ki, evləri varlıların evləri kimi olsun. Özünü mükəlləf edir. Maşınları varlıların maşınları kimi olsun. Paltarları varlıların paltarları kimi olsun. Bu təbii ki, səfehlikdir yəni. Sən özünü mükəlləf edəsən ki, mənim evim falan kəsin evi kimi olsun, maşınım falan kəsin maşını kimi olsun. Səfehlikdir bu. El-müteşebbi'u bimə ləm yu'ta kələbisi thawbiz-zur. Yəni Allah sənə verdiyi şeylə sən kifayətlən, fəqirsənsə halına uyğun hərəkət elə.
Varlısansa, yenə də halına uyğun hərəkət elə. Varlısan, ən yaxşı maşını sür, ən yaxşı evdə yaşa, ən yaxşı paltarı giyin. Kasıbsan, hara kimi həddin var. Misal var, ayağını yorğanda kimi uzat. Misalı. Bunu sən niyə özünü mükəlləf etsən? Borca girirsən, xərcə girirsən. Sonra insanlardan istəyirsən ki, qalxasan yuxarı. Eləmək eləmədə. Amma varlıları təqlid eləmək, deyirsən ki, mən də istəyirəm ki, mənim elə maşınım olsun, istəyirəm belə böyük, qiymətli, bahalı maşınım olsun, bərbəzəkli evim olsun, nə bilim, yumuşaq yatağım olsun. Sonra getsən insanlardan istəyirsən. İstər birbaşa istəyəsən bunu, istərsə bu şeyləri başqa formada istəyəsən. Bütün hallarda. Məsələn, gəlib deyirsən ki, ənə alə din. Yəni, daha doğrusu mən din üzərindəyəm və buna oxşar hər biri böyük bir təhlükədir. Hə. Demək, bəziləri görürsən ki, gəl birbaşa istəyir, bəziləri işarələrlə istəyir insanlardan, hərəkətlərinlə istəyir insanlardan. Yəni, bunlar hamısı yəni ki, bəyənilməyən şeylərdir. Sən Allahdan istə, Allah səni ruzulandırsın. Yəni, sənə Allah kifayətdir, Allahdan istə səni varlandırsın. Sən məxluqatlardan heç nə istəmə gəl. Allah sənə kifayətdir, Allah Taala'dan istəyirəm ki, bizləri və sizləri salamat eləsin, müvəffəq eləsin, müvəffəq edəndir. Barakallahu fikum. Gələn səfər davam edərik inşallah.